Salam dostlar. Bugün mən gül xətmi çiçəklərimi, sonra başqa liliyumlarım var. Onları çəkirəm sizin üçün. Gözəllikləri görün. Baxın gül xətmi çiçəyinin gözəlliyinə dostlar. Bunda mənim demək olar ki 5-6 növ gül xətmi çiçəyimin növü var. Maşallah hər növündən var. Baxın. Bu belə roza rəngdir. Bu belə çəhrayı rəngdir. Baxın necə gözəldir. Ən sevdiyim rənglərdir. Roza rəng. Bu qarasıdır. Burada bu çox qaradır. Prosta kamerada çox qara görsənmir. Baxın bu qarasıdır. Təzə açanda bax lap qara olur. Bax belə olur. Bax bu təzə açmağa başlayıb. Zil qara olur, sonra biraz açılır rəngi. Baxın necə gözəl rəngidir. 4-5 1 2 3 4 5 hardasa 5 növ var məndə. Bu da zambağımdır bax maşallah. Tumurcuqlarına baxın, başlayır açmağa bu da. Bu da baxın gül xətmi çiçəyimin üstündə hələ nə qədər tumurcuqları var. İnşallah hamısı açacaqlar. Burada da baxın. Necə gözəldir. Maşallah, maşallah. Ən sevdiyim rəng çəhrayı. Sonra belə roza rəng, xoşuma gələn turuncu, narıncı yəni bizim dildə. Baxın dostlar, bu da liliyumlarımdır. Bir-iki dəfə çəkmişəm, paylaşmışam short videolar. Çox gözəldir. Maşallah. Baxın. Açır, hər gün açır. Çox qəşəngdə boyatdı bu il. Vəbşə uzun oldu boyları. Həmişə çiçək soğları biraz aşağıda olardı. İndi çox maşallah. Bilmirəm suyu çox verdim ondan da yoxsa necə. Çox gözəl boyatdı çiçək soğu. Rənginə bayılıram. Başqa rənglərində istəyirəm, amma yerim yoxdur. Bağçamda yəni yer yoxdur ki, əkəm. Başqa rəngləri var, bunun cürəbəcürə rəngləri. Ən çox sevdiyim bu narıncı rəngdir. O biri rəngləri də yaxşıdır, amma ən çox bunu sevirəm mən. Çox gözəl rəngləri var, maşallah. Burada da qızıl güllərimdir. Biraz yaxınlaşdırım. Hələ də maşallah açırlar. Bax, belə istədim siz də bu gözəllikləri görəsiniz. Çox gözəl rəng, gözəl gül xətmi. Belə gözəlliklər. Bu rəngə vəbşə bayıldım. Rəngin gözəlliyinə baxın dostlar. İçinin qarasına baxın. Görün kamera tutsun. Baxın necə gözəldir. Çox qəşəngdir, çox. Burada da zambaqlarımdır. Bu biri çiçək qoyub, açıb boyu uzundur. Açacaq ucu sabahda birisi gündə. Amma bunlar hələ çiçəkləri yoxdur. Boyları biraz hündürdür, amma çiçəkləri yoxdur. İnşallah bunlar da çiçəkləyərlər. Bir dənə hələ ki bu çiçək qoyub. Buradan az qalır ki açaq. Sabahda birisi gündə açacaq inşallah. Belə necə də gözəldilər. Necə gözəldilər. Maşallah. Maşallah olsun. Burada da belə dostlar sardunyamdır. Ağ rəngidir. Bir də çox gözəl rəngi var. Baxın tumurcuqdadır. Açmağa başlayacaq. Maşallah. Burada 2 dənədir. Toxumdan yetişdirmişəm onları. Mən toxumdan çox sardunya rənglərimi yetişdirmişəm. İndi də bunları sizə üçün dedim çəkim göstərim. Baxın. Bağçaya qoymuşam. Maşallah yaxşı inkişaf elədi bağçada. Yəni hava durumuna imkan vermirdi. İndi yaxşı oldu. Bağçaya qoydum. Bir 15 gün olar. Yaxşı yarpaq atıb, çiçək qoyub, yarpaqları çoxalıb. Yəni bağçada çox gözəl. Baxın burada da çiçək var. Burada da çiçəkləri var. Bunun çiçəyi açıb gedib. Əgər baxın burada toxumdur bu. Toxumları tutsa əgər bunlardan götürəcəm yenə. İnşallah toxumdan əkərəm. Burada da gönçək. Bu da mənim Türklər teleqraf çiçəyi deyir. Biz buna dostlar qarğı gülü deyirdik. Bizim yəni bölgədə qarğı gülü deyirik biz buna.
Necə gözəldir baxın. Rənginə baxın. Havaya günəş görəndə, havada olanda rəngi beləncə çox gözəl olur. Yəni mor olur. Amma belə günəş görməyəndə içəridə olanda rəngi çox pis olur. Yəni belə açılır, açıq rəngi olur, saralır. Amma çalışın bağçada qoyun belə varınızsa. Yəni havaların xoş vaxtı. İndi yaydır, yəni hava yaxşıdır. Qoyun bağçada dursun. Bu da kalonşamdır. Qırdım təzədən əkdim bunları. Yenidən, yəni çox böyümüşdü. Bunları gəncləşdirdim. Görək çiçək verəcəkmi? Bu da baldimdir. Burada balalarıdır. Yarpaqdan qoymuşdum balalar. Çıxıblar. Burada da bala verib. Burada maşallah. Yerin sevdi ilə qoymuşam burada dursun. Hər gün, bir gündən bir suluyuram. Torpağı tez-tez quruyur. Hamısını suluyuram. Bir gündən bir bunlara su verirəm. Su verməsəm çox görürəm ki, büzüşüblər, buruşublar. Dayanmırlar su verməsəm. Bu da qarğı gölüdür, telqraf çiçəyi yəni. Buna qara qız da deyirlər. Qara qız yox, qara sevda. Türk dilində qara sevda da deyirlər bu çiçəyə. Yəni qara sevda da deyirlər, telqraf çiçəyi də deyirlər. Biz isə qarğı gülü deyirik. Bizim bölgədə, yəni başqa bölgədə nə deyilir bilmirəm. Nə deyilirsə, əgər bilən varsa yazsın kommentlərdə. Bu da belə bir gülümdür. Sukulent çeşiddir. Burada da varımdır kalonşo. Bu da çiçək açmışdı, yumulub. Bu da mənim belə gözəl sarmaşıq kimi belə sallanır, bax belə aşağıya sarıb. Qoymuşam hündürək sarmaşıq kimi olduğuna. Burada da var. Gülüm, adını unuttum. Düşsə yadıma deyərim. Burada da belədir. Bu da sardunyamdır, amma hələ ki çiçək açmayıb bu. Hələ çiçək açmayıb ki, görəm çiçəyi nə rəngdir. Amma rəngi, yarpağın rəngi nəysə bilmirəm, gün çox vurub nədir, belə oldu. Bilmirəm yarpağın rəngi nədən oldu belə. Bunun çiçəyi hələ yoxdur. Yoxdur çiçəyi, bir dənə yarpaq çıxardım. Baxardım görüm bu nə rəngdir. Bu da dostlar belə güldü, adını unuttum yenə. O belə bir də nə qədər əkmişdim. Hamısı qurudu, bir dənə bu qaldı. Bu da nə artır, nə ölür deyir o nədirilir. Belə bir söz var. Nə artır, nə qalır. Bu beləcə durub. Heç bir artımı yoxdur. Hardasa 2-3 ildir bax bu vəziyyətdə durur məndə. Vitamin də, yəni vitamin torpağa əkmişəm, yaxşı torpaqdadır. Bilmirəm niyə belədir. Bu da pul gülüdür. Pul gülüdür. Belə. Burada da belə ramaş papatyamdır, ramaşka. Onu da bağçadaydı, yeri yox idi. Çıxartdım dünən, əkdim bura. Çiçəklərin töküb, dedim çiçəkləri qutarıb belə əkim bura. Əkdim bura, burada bilənçə saxsıda dursun burada. Burada da belə gülümdür. Belə 3 qabdır bundan. Bağçada da var bundan. Bağçadan götürdüm, buraya əkdim. Burada da belə rihandır, sonra belə stildir. Acı stotdur, bilmirəm, şirindir. 2 dənəsini almışdım, biri acı, birini şirin. Birini bura əkmişəm, hələ ki üstündə yoxdur. Çiçəyi var, amma hələ tutmuyor, tutar inşallah. Bilmirəm, indi bu acıdır, yoxsa şirin. Üstündə gətirəndə biləcəyik. Bu da belə sardunyalarımdır. Çiçəkləri açır, solur, yenidən açır, maşallah. Çox gözəl rəngdir. Bunun toxumunu istəyirəm tutsun. Toxum yəni keyfiyyətsiz olanda çıxmır. Toxum tutsun, yaxşı inkişaf eləsin ki, mən bunu yığım. Görək üstündə neçə toxumları var. Tutsa, yığıb bunlardan əkəcəm. Bu qırmızıdan da əkmişdim, belə rəng. Yəni qırmızı deyil, bir də gilanar rəngidir. Çox gözəl rəngdir. Əkmişdim, nəsə bunlardan çıxmadı. Bilmirəm niyə çıxmadı. Hamısından əkmişdim, götürüb yəni.
Bu da yeni almışdım. Dedim size bir müddət olar almışam. Qara yarpaq geyranı. Çox gözəldir. Bu da elə bir durmadan açır. Maşallah. Gönçəliyir, açır. Gönçəliyir, açır. Ancaq su verəsən dostlar. Susuz qalmasın. Yəni yaydı, istidir hava. Susuz qoymayın. Susuz qalanda yarpaqlar saralır. Xarab olur. Burada da belə çox açdı bu il maşallah. Qazaniyalarımdır, açır. Solur, açır. Belə hamısına su verin, su. Su bunları çox gözəl inkişafına. Yəni mən bağçada ancaq su verdim. Bir gündən bir mən bağçamda torpaq tez quruyur, istidir. Günə qarşıda deyin tez quruyur məndə. Əgər sizdə kölgədirsə, yeri nəmdirsə çox su verməyin. Amma məndə tez quruyur deyən verirəm. Bu da pomidorlarımdır. Kişdil birində ora əkmişəm, o balaca dünən əkdim onu da ora. Yəni toxumuydu, götürdüm, çıxartdım, buraya əkdim. Burada da belə balacadır, toxumdan əkdiyim reyhanları idi, ştilim bura vurmuşam. Bu palçıqdır üstü belə, ona görə su vermişəm, üstü biraz palçıq olub. Hə, bu da dostlar, bilirsiniz nədir bunlar? Bunlar da yumruların o biri səhifəmdə, o böyük kanalımda əkimin yer alması yumruları adlı belə başlıqla qoymuşdum. Yer alması yumrularını əkmişdim orada. Videosunu sizə çəkib paylaşmışdım. Bax, onlar da yer almasının yumrularının, baxın, yarpaqları da çıxıblar bu boyda. İndi bunlar maşallah uzanacaq, sonra gözəl çiçəklər, sarı rəngli çiçəkləri olur bunların. Çox beşək çiçəkləri olur. Bir də kənardan götürün. Burada da belə çiçəklərimiz var. Kədifə çiçəyi deyirlər buna. Burada da belə çiçəyim var. Nəsə bu çiçək yaxşı inkişaf eləmir. Bilmirəm nədir. Saralıb aşağısı da. Baxın yarpaqları. Bilmirəm. Yeri də yaxşıdır. Niyə inkişaf eləmir? Burada da reyhanlarımdır. Bu əvvəldən alıb əkdiyim reyhanlardır. Havada yaxşı olmadı deyən çox yaxşı şey eləyə bilmədilər çıxan. Bu aşağıdakılar toxumdan əkdiklərimdir. Toxumdan əkmişdim, sonra götürdüm, ştilim bura vurdum. Bu tərəfə də bayaq göstərdim oradakilar. İndi bunlar boyatar inşallah. Bunlar amma bazardan alıb əkdiklərimdir. Başını qırmışam. Başını qırın dostlar, sizdə də varsa, əgər bilməyənlər üçün deyirəm. Belə başını qırırsan buradan, işlədirsən, sonra təzədən yarpaq. Mən bunların başını hamısını qırmışam. Baxın. Təzədən qəşəng inkişaf eləyir başın qıranda. Bax, burada da mənim deyirəm 2 ştil almışdım bibər. İndi bilmirəm bu acıdır yoxsa şirin. Yəqin ki bu acı olar. Baxın üstündə maşallah bibərləri gətirib uji. Görürsünüz? Bunun üstündə uji bibəri gətirib. Amma o birisində hələ yoxdur. İnşallah onda da olar. Üstündə də çiçəyi var bunun. İnşallah tökəcək bir ucdan. Allahın köməkliyi ilə. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Xahiş edirəm videonu izləyib, bəyəni yapın. Videolarıma dəstək olun, axıra qədər izləyin. Like atın. Videolarıma like gəlmir dostlar. Xahiş edirəm videolarıma like atın ki, başqaları da videolarımı görə bilsin. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşərik inşallah.